Salam dostlar, mən Faltan Əfəndiyev. Bugün bu videoda sizə Amerikadan necə avtomobil sifariş verə bilərsiniz, proses necə başlayır, necə davam edir və sonda avtomobil sizə necə çatdırılır, onu bu videoda ətraflı olaraq izah edəcəyik. Bundan sonra məncə sizin beyninizdə heç bir sual qalmayacaq. İlk olaraq biz bilirik ki, Amerikada avtomobil alışı əsasən hərracalar vasitəsilə olur. Siz avtomobili seçirsiniz və yaxud modelin adını bizə təqdim edirsiniz. Biz sizin üçün ən uyğun avtomobili seçirik. Və bu avtomobil üçün müəyyən bir büdcə nəzərdə tutulur. Məsəl üçün, siz deyə bilərsiniz ki, mən bu avtomobili $15.000 büdcəm var, $15.000-dan o tərəfə keçməyib. Əgər hərracada sizdən daha çox ödəniş edən heç kim olmasa, siz məsələn maksimum büdcə olaraq $15.000 o avtomobili qazana bilərsiniz. Bundan sonra isə keçirik ödəniş mərhələsinə. Sizə invoice təqdim edilir və siz o invoice sənədi ilə birlikdə bankda ödənişinizi edirsiniz və bu proses başlayır. Ödəniş mərhələsindən sonra isə sizin avtomobiliniz artıq ən yaxın porta doğru yola çıxır və orada sizin avtomobiliniz üçün konteyner təyin olunur və gəmi ilə yola çıxır. Avtomobil limana çatdıqda isə sizin üçün hər bir kənardan avtomobilin fotoları və videoları çəkilir. Bu nə deməkdir? Bu sizin avtomobil gəmiyə daxil olanda necə bir vəziyyətdədir, hər hansı bir cızığı varsa, hər hansı bir vuruğu varsa, onları bilməyiniz üçündür və avtomobili siz təhvil alanda artıq siz o şəkillər, videolar vasitəsilə görə bilərsiniz ki, avtomobil gəmiyə necə daxil olub, gəmidən necə çıxıb. Bu da bizə imkan verir ki, əgər avtomobilin başına hər hansı bir hadisə gələrsə, siz bu ödənişi sığorta vasitəsilə əldə edə bilərsiniz. Daha sonra avtomobil öncədən sizin üçün ayrılmış konteynera yerləşdirilir və orada müəyyən bərkitmə işləri baş verir. Çünki avtomobil maşallah, yəni Amerikadan Gürcüstana kimi konteynerla gələcək və ola bilər ki, hava biraz pisləşsin, hansısa bir dalğa olsun, amma bu sizi narahat eləməsin. Çünki avtomobil konteyner içərisində sabit şəkildə belə qalaraq Gürcüstana kimi yola düşür. Və Poti limanına çatdıqda isə avtomobiliniz yenidən foto, video, kino, serial, hər şey çəkilir. Çünki sizin avtomobiliniz gəmiyə daxil olan zaman necə edirsə, o vəziyyətdə də təhvil alınmalıdır. Əgər hər şey qaydasındadırsa, bu proses artırılır və Potiyə qədər daşınma başa çatır. Bundan sonra isə deyək ki, siz artıq avtomobili Potidən götürdünüz. Sözün düzü, sizin yerinizə avtomobili biz götürdük. Bu zaman proses necə olur? Avtomobil avtodaşıyıcı vasitəsilə Potidən birbaşa meyvəli gömrük komitəsinə çatır. Və son olaraq bildirim ki, bəlkə siz də mənim kimi səbirsizsiniz. Səbirsizliyə ehtiyac yoxdur. Çünki avtomobilin Amerikadan portdan çıxandan Gürcüstanda Poti limanına kimi 24/7 telefondan siz həmişə izləyə bilərsiniz və avtomobilin yerini və yaxud ümumiyyətlə başına nəsə bir hadisə gəlib yoxsa yox, hər şeyi görə bilərsiniz. Əgər desək ki, başına avtomobilin hər hansı bir hadisə gəldi, hər hansı bir bədbəxt hadisə gəldi, avtomobilin ödənişi ümumi xərci nə qədərdirsə, sığorta bütün bu ödənişləri qarşılayır. Amma eksayn olaraq sizə Amerikadan avtomobil daşınmasının hər bir mərhələsini izah etmək və sizə daha çox məlumat təqdim etmək üçün yeni bir seriyaya başlayırıq. Odur ki, bizi izləyin.